Vaxtınız xeyir olsun. Əziz tələbələr, bu gün sizinlə magistratura qəbul imtahanına düşmə ehtimalı olan bir sualın izahına baxırıq. Sualımız eyni zamanda 2023-cü il 2-ci cəhd imtahanına düşmüşdür. Sualımızı oxuyaq deyə bir müəssisədə işləyən 100 qadından 83-ün ağ köynəyi. Qeyd edirəm, 83-ün ağ köynəyi var. 77-sinin qara ayaqqabısı var. Daha sonra 62-sinin papağı. 95-in isə çantası var. Bunların hamısını qeyd elədik. İndi diqqətlə baxın burada. Deməli 100 qadın varsa, onun 83-ün ağ köynəyi varsa, deməli 17-sinin ağ köynəyi yoxdur. 77-sinin qara ayaqqabısı varsa, deməli 23-ünün ayaqqabısı yoxdur. 62-sinin papağı varsa, deməli 38-sinin papağı yoxdur. Və 95-in çantası varsa, deməli 5-inin çantası yoxdur. Onda buradan belə bir nəticə çıxır ki, biz 17, 23, 38 və 5-i toplasaq, biz 17 ilə 23 toplayanda eləyəcək 40, üzərinə 38 gələndə eləyəcək 78, üzərinə 5 gələndə eləyəcək 83. Deməli, bu 83-ün birinin köynəyi var, digərinin yoxdur. Birinin məsələn çantası var, digərinin yoxdur. Birinin papağı var, digərinin yoxdur. Bu 83 nəfərin, amma hərəsində bir şey yoxdur. Onda bizdə minimum deyir neçə qadında bu 4 əşyanın hamısı varsa, onda biz 100-dən bu 83-ümüzü çıxarıq. Deməli 17 qadında minimum bu əşyanın hamısı var. Cavabımız olur C variantı.